Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü keçirilib. Tədbirdə 2024-2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlar, konfederasiyanın və üzv təşkilatların rəhbərliyi, dövlət rəsmiləri və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını prioritet istiqamət kimi müəyyən etdiyini diqqətə çatdırıb. Konfederasiya sədri hazırda ali təhsil ocağında tədris keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işləri qeyd edib. Akademiyanın rektor vəzifəsini icra edən Yusuf Ağayev tələbə və məzunların uğurlarından söz açıb. Ali təhsil ocağının son illər əldə etdiyi nailiyyətdə genişlənən beynəlxalq əlaqələr və təhsil proqramları haqqında məlumat verib. Bildirilib ki, əsas məqsəd yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqları yiyələnən yüksək ixtisaslı kadrlar hazırlamaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruç və Milli Məclisin deputatı Samir Vəliyev məzunları təbrik edib, qazandıqları nəzəri bilikləri praktiki bacarıqlarına birləşdirərək gələcəkdə həm şəxsi kariyeralarında uğurlar qazanacaqlarına, həm də ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə inandıqlarını bildiriblər. Çıxışlardan sonra məzunların təltif etmə mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi tədbirdə iştirak edən dövlət rəsmiləri və deputatlar tərəfindən akademiyanı bitirən 189 məzuna fəxri fərman və tərifnamələr təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.